Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə yenə fəlsəfənin dərinliklərinə, amma çox maraqlı bir dövrünə səyahət edəcəyik. Salam. Bəli, bugün Əhməd Arslanın İlk Çağ Fəlsəfə Tarixi kitabına əsaslanaraq sofistlərdən Platona uzanan o çox əhəmiyyətli yolu birgə təhlil edəcəyik. Məqsədimiz hər zaman olduğu kimi bu dəyərli mənbədən ən vacib, ən düşündürücü məqamları sizin üçün, belə deyək, damıtmaqdır. Qısa zamanda əsas fikirləri çatdırmaq. Həqiqətən də bu elə bir dövrdür ki, fəlsəfənin necə deyim yönü dəyişir. Kosmosdan, təbiətdən birbaşa insana, cəmiyyətə, əxlaqa fokuslanır. Dəyərlər alt-üst olur sanki. Dəlim, həqiqət anlayışı, bilik, əxlaq, bunlar hamısı kökündən sorğulanır. Məsələn, Arslanın da kitabında toxunduğu bir məqam var. Sofistlərin təlimləri üçün, xüsusən də o ritorika, natiqlik dərsləri üçün çox böyük məbləğlər tələb etməsi. Bu, o dövr üçün yəqin ki, inanılmaz bir şey idi. Əlbəttə. Düşünün, bilginin pulla satılması, həm də astronomik rəqəmlərə, bu aristokratik dəyərlərə, bilginin pulsuz paylaşıldığı o köhnə ənənəyə birbaşa ziddi idi. Çox sarsıdıcı idi onlar üçün. Gəlin elə buradan başlayaq onda. Sofistlər. Onların əsas fərqi, əsas yeniliyi nə idi? Dediyiniz kimi, diqqəti təbiətdən insana çevirdilər. Tamamilə. Ən məşhur ifadələrdən biri Protagora aiddir, bilirsiniz. İnsan hər şeyin ölçüsüdür. Aha, bu çox deyilir. Amma bunun dərin mənası nədir? Arslan bunu necə izah edir? Arslan göstərir ki, bu təkcə fəlsəfi bir tezis deyil, bu, o dövrün Afina cəmiyyətinin bütün ənənəvi düşüncəsinə, dəyərlərinə bir meydan oxumaydı. Yəni, obyektiv, hamı üçün eyni olan bir həqiqət yoxdur. Hər şey fərdin qavrayışına bağlıdır. Bəli, hər şey nisbidir. Nəyin doğru, nəyin yanlış, nəyin gözəl, nəyin çirkin olduğu insandan insana dəyişir. Bu, həqiqətən inqilabi bir fikir idi. Və bildiyim qədərilə bəziləri daha da irəli gedirdi. Məsələn, Gorgias. Elədir. Gorgias doğrusu daha radikal mövqe tuturdu. Arslanın təhlilinə görə Gorgias təkcə biliyin nisbiliyini deyil, ümumiyyətlə varlığın özünü, biliyin mümkünlüyünü belə şübhə altına aldırdı. Onun məşhur 3 tezisi var idi. Heç nə yoxdur. Əgər nəsə olsa belə biz onu bilə bilmərik. Əgər bilsək belə onu başqasına çatdıra bilmərik. Bu ki tam bir heçlik fəlsəfəsidir, nihilizmdir sanki. Bəli, o dövr üçün çox kəskin bir skeptisizm idi, nihilizmə çox yaxın bir baxış idi. Onlar həmçinin başqa bir vacib müzakirəni də başlatdılar. Təbii qanun, yəni fizis, təbiətin dəyişməz qaydaları ilə insanların yaratdığı qanunlar, yəni nomos, arasındakı o gərginlik. Bu da maraqlıdır. Yəni hansı daha üstündür, təbiətin qanunları yoxsa cəmiyyətin? Məhz bu sualı ortaya atdılar və antifon kimi bəzi sofistlər deyirdi ki, təbiətən bütün insanlar bərabərdir. Fərq yoxdur, Yunan olsun, barbar olsun. Bu fikir o dövrün Yunanistanı üçün çox cəsarətli olub gərək. Yunan mərkəzli bir dünya görüşü var idi axı. Əlbəttə, onlar üçün Yunan olmayanlar, yəni barbarlar, ikinci dərəcəli insanlar idi. Amma antifon deyirdi ki, yox, təbiət qarşısında hamı eynidir. Bu, nomosun, yəni ictimai qanunların əslində nə qədər süni ola biləcəyini göstərirdi. Bütün bu, necə deyim, qarşıqlıq, bu nisbilik içində Sakrat peyda olur. O, tamamilə fərqli bir yol tutur, eləmi? Özü heç nə yazmasa da təsiri inanılmazdı. Bəs onun metodu nə idi? O, dialoqlar, sual-cavab. Sakrat Aristonun da çox gözəl izah etdiyi kimi tam əksinə gedirdi. O inanırdı ki, xeyr, həqiqət və əxlaqi dəyərlər nisbi deyil, obyektivdir. Onları tapmaq mümkündür. Necə tapmaq? Bax, onun metodu o dialektika və ya maevtika, yəni fikir doğurtma sənəti, məhz buna xidmət edirdi. O, insanlara suallar verirdi, xüsusən də əxlaqi anlayışlar haqqında, ədalət nədir, cəsarət nədir, dindarlıq nədir kimi və bu suallarla göstərirdi ki, insanlar əslində bu anlayışları nə qədər səthi bilir, nə qədər az düşünürlər. Yəni məqsəd insanları pərt etmək yox, onları düşünməyə vadar etmək idi. Tam olaraq. Məqsəd onların öz cəhalətini anlamalarına kömək etmək və bununla da onları həqiqi biliyə doğru yönətməkdir. Çünki Sokrat üçün əsas məsələ, ən fundamental prinsip fəzilət bilikdir idi. Fəzilət bilikdir. Bu nə deməkdir tam olaraq?
Bu o deməkdir ki, əgər bir insan həqiqətən nəyin doğru, nəyin yaxşı olduğunu bilsə, o heç vaxt pislik etməz. Bütün pisliklər, səhvlər əslində cəhalətdən, bilməməzlikdən irəli gəlir. Çox iddialı fikirdir. Deməli, heç kim bilə-bilə pislik etmir. Sokratın nəzəriyyəsinə görə bəli, insan həmişə özü üçün yaxşı olduğunu düşündüyü şeyi edir. Əgər səhv edirsə, deməli əsl yaxşının nə olduğunu bilmir. Bu əlbəttə sofistlərin o subyektivizminə, hər şey nisbidir, fikrinə çox güclü bir zərbə idi. Və bu mövqeyi ona axırda Bəli, bu mövqe Afina dəyərlərini sorğulaması, gənclərin əxlaqını pozmaqda ittiham edilməsi onun həyatına başa gəldi. Amma fəlsəfəsinə sadiqliyi onu əbədiləşdirdi. və bu faciəvi hadisədən sonra onun ən məşhur tələbəsi Platon səhnəyə çıxır. Platon həm müəlliminin başına gələnlərdən, həm də sofistlərin yaratdığı o fəlsəfi əxlaqi böhrandan çox təsirlənmiş olmalıdır. Şübhəsiz, Platon bütün fəlsəfəsini bir növ bu iki təcrübə üzərində qurur. Sokratın axtardığı obyektiv həqiqəti tapmaq və sofistlərin yaratdığı xaosu aradan qaldırmaq. Və bunun üçün o məşhur idealar nəzəriyyəsini ortaya atır. İdeyalar. Bu, Platon fəlsəfəsinin özəyidir. Arslan kitabında bu nəzəriyyənin əsas motivasiyasını, məqsədini necə açıqlayır? Arslan vurğulayır ki, Platon üçün bu nəzəriyyə bir neçə cəbhəyə cavab idi. Birincisi, dediyimiz kimi, sofistlərin nisbiliyinə. Platon deyirdi ki, xeyr, həqiqət nisbi deyil. Əksinə, əbədi, dəyişməz ideyalar var. İkincisi, hər şeyin daimi axın içində olduğunu deyən Heraklitin fəlsəfəsinə cavab idi. Yəni, dəyişməyən bir şeylər axtarırdı. Bəli, sabit, etibarlı bir bilik obyekti axtarırdı və bunu ideyalarda tapdığını düşünürdü. Onun fikrincə, bizim bu duyğu aləmimizdə gördüyümüz şeylər, məsələn, ayrı-ayrı gözəl əşyalar, ədalətli hərəkətlər, bunlar əsl reallıq deyil. Bəs əsl reallıq nədir? Əsl reallıq dəyişməz, mükəmməl ideyalardır. Məsələn, gözəllik ideyasının özü, ədalət ideyasının özü, xeyir ideyasının özü. Bizim gördüyümüz konkret şeylər isə bu ideyaların sadəcə qeyri-mükəmməl kölgələri, surətləri, təzahürləridir. Deməli, bizim duyğularla qavradığımız bu dünya əslində bir illüziya kimidir. Tam olaraq yox. Amma əsl reallığın, necə deyim, solğun bir kopyasıdır. Əsl bilik də məhz duyğularla deyil, yalnız ağılla qavranıla bilən bu ideyaların biliyidir. Mağar allegoriyası bunu çox gözəl təsvir edir. Aha, o məşhur allegoriya. Deməli, əsl filosof o mağaradan çıxıb, əsl günəşi, yəni ideyaları görəndi. Bəli, məhz odur. Və Platon düşünürdü ki, yalnız belə insanlar cəmiyyəti idarə etməlidir. Bu da bizi onun siyasət fəlsəfəsinə gətirir. Bəli, dövlət əsəri və o çox müzakirə olunan filosof-kral ideyası. Bu, çoxlarına utopik gəlir. Arslanın təhlilində bunun arxasındakı məntiq nədir? Platon bunu həqiqətən mümkün sayırdı mı? Arslanın da qeyd etdiyi kimi, bu Platon üçün sadəcə bir xəyal değildi. Bu, onun ideal cəmiyyət modelinin təməl prinsipi idi. O inanırdı ki, cəmiyyətdəki bütün problemlər, ədalətsizlik, qeyri-sabitlik, münaqişələr ancaq və ancaq həqiqi biliyə, yəni ideyalar aləminin bilgisinə sahib olan filosoflar hakimiyyətə gələndə həll oluna bilər. Çünki yalnız onlar əsl ədalətin, əsl xeyrin nə olduğunu bilirlər. Tamamilə, yalnız onlar şəxsi maraqlarını deyil, bütün cəmiyyətin xeyrini düşünə bilərlər. Və ya başqa bir variant, mövcud hökümdarların özləri fəlsəfə ilə məşğul olub filosoflaşmalıdılar. Bəs onun təklif etdiyi cəmiyyət quruluşu necə idi? Çox iyerarxik bir quruluş idi. O, cəmiyyəti insan ruhuna bənzədirdi. Ruhda necə ağıl, iradə və istəklər varsa, dövlətdə də bu funksiyalara uyğun 3 təbəqə olmalıdır. İdarə edən filosoflar, ağıl, dövləti qoruyan əskərlər, iradə və cəmiyyəti maddi cəhətdən təmin edən sənətkarlar, kəndlilər, işçilər, istəklər. Hər kəsin öz yeri və funksiyası var. Bəli, və ədalət də hər kəsin öz işini görməsi, başqasının işinə qarışmamasıdır. Bu çox orqanizmik kollektivist bir baxışdır. Fərdi azadlıqlar bizim bugünkü anladığımız mənada o qədər də önəmli deyildi Platon üçün. Əsas olan dövlətin nizamı və birliyi idi. Bu model əlbəttə sonralar çox tənqid olunub. Hətta totalitarizmin ilkin forması kimi də görülüb. Elədir.
xüsusilə fərdi azadlığa və demokratiyaya verdiyimiz önəm baxımından Platonun modeli problemli görünə bilər. Amma onun məqsədi sabit, ədalətli və nizamlı bir cəmiyyət qurmaq idi. Beləliklə, sofistlərin o kəskin sualları ilə başlayan, Saqratın əxlaqi dəyərlər uğrunda mübarizəsi ilə davam edən və nəhayət Platonun həm metafizik, həm də siyasi bir sistem qurma cəhdi ilə zirvəyə çatan çox zəngin bir fəlsəfi səyahəti Əhməd Arslanın əsəri vasitəsilə bir daha xatırladıq. Həqiqətən də çox fundamental məsələlərə toxunan bir dövrdür. Və bəlkə də bu müzakirədən sonra sizin üçün, əziz dinləyicilər, belə bir sual üzərində düşünmək maraqlı olar. Platonun o fikri ki, cəmiyyəti yalnız filosoflar idarə etməlidir, ya da onun öz dövrünün Afina demokratiyasına yönəltdiyi tənqidlər. Bunlar bugün bizim üçün nə dərəcədə aktualdır? Yaxşı sualdır. Müasir dünyada fərqli siyasi sistemlər, fərqli problemlər içində Platonun ideallarının yeri nədir? Tamamilə köhnəlib, yoxsa hələ də bizə deyəcək sözü var? Bəli, bu üzərində düşünməyə dəyər bir mövzudur. Ümid edirik ki, bugünkü söhbətimiz sizin üçün faydalı və düşündürücü oldu. Əgər bu təhlil xoşunuza gəldisə və gələcəkdə də bu kimi dərin mövzuları müzakirə etməyimizi istəyirsinizsə, o zaman kanalımıza abunə olmağı və bu videonu bəyənməyi unutmayın. Fikirlərinizi, suallarınızı şərhlərdə bizimlə bölüşə bilərsiniz. Növbəti təhlillərdə görüşənədək sağ olun. Sağ olun.